Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü siniflər üçün KSG sualları həll edəcəyik. Azərbaycan dili fənnindən kiçik summativ qiymətləndirmə 7. Suallarımız həmişəki kimi Könül Asif qızı Leyla Quliyevaya aiddir. Başlayaq birinci sualdan. Gənc sözünün sinonimini seçin. Sinonim yaxın mənalı qarşılıq deməkdir. Təbii ki, bu da olur cavan. Mürəkkəb feillər neçə cür yazılır? 2 cür yazılır. Bir defislə yazılır, bir də ayrı yazılır. Omonim olan sözü seçin. Kitab, baş, limon, ləpə. Ləpə omonimdir. Biri var qozun ləpəsi, fındığın ləpəsi, bir də var dalğa mənasında dənizdəki ləpə. Yuxarı sözünün antonimini yazın. Yuxarıdan antonimi olur aşağı. Hansı variantdakı sözlər antonim deyil? Yaş, quru, sülh, müharibə, ağıllı, ağılsız, acı, şirin. Ağıllı, ağılsız antonim deyil. Çünki antonimlərdə köklər eyni ola bilməz. Sifəti əvəz edə bilən əvəzliklər hansılardır? Elə, belə, həmin, işarə əvəzlikləri. Həmçinin sual əvəzliklərindən necə, nə cür, hansı? Bunlar hamısı sifəti əvəz edir. Şəxsə və zamana görə dəyişməyən feillərin altına xətt çəkin. Danışdı, dəyişir. Baxanda dəyişmir. Almaq dəyişmir. Söyləyir, indiki zamandadır. Deməli dəyişmək olur. Görüşəcək, gələcək zamandadır. Deməli dəyişmək olur. Yatmış, dəyişmir. Gətirir, indiki zamandadır. Deməli olur. Görüşəndə olmur. İnanmaq olmur. Gedirik, olur. Bildim, olur. Bilmədən olmur. Çat sözünün feil kimi işləndiyi variantı seçin. Quraqlıq olduğu üçün torpaqlarda çatlar var idi. Nə var idi? Çatlar burada isimdir. Biz qeyd olunmuş məkana vaxtında çatdıq. Çatdıq nə etdik? Deməli feildir burada. Bu çat zəlzələ zamanı yaranıb. Burada da isimdir. Divardakı çatlar qabarıq görünürdü. Bunlarda da isimdir. 9-10-cu sualları oxuyub anlama mətninə əsasən cavablandırın. Xurşudbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahim Xəlil xanın nəvəsidir. 1832-ci ildə Şuşada anadan olan bu qız ailənin yeganə övladı və Qarabağ xanlarının sonuncu vərəsəsi olduğu üçün onu sarayda Dürrü Yekta tək inci çağırardılar. Xalq arasında isə xan qızı adı ilə məşhur idi. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızı Xurşudbanuya keçir. Xurşudbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdı. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan, Nizami, Füzuli və Navai kimi nəhəng klassiklərin əsərlərini mütaliə edir və onların yaradıcılığından bəhrələnirdi. O təkcə yazdığı şeirlərlə deyir, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər Şuşaya su çəkdirmişdi. Onun çəkdirdiyi bulaq Xan qızı bulağı adı ilə məşhur idi. Xurşudbanu Natəvanı nəyə görə təkinci adlandırırdılar? Deməli, Qarabağ xanlarının sonuncu vərəsəsi olduğu üçün. Ailənin yeganə övladı və Qarabağ xanlarının sonuncu vərəsəsi olduğu üçün. Buradan bura bu sualın cavabıdır. Mətndə verilmiş frazoloji birləşmənin mənasını seçin. Burada frazoloji birləşmə əl tutmaqdır. Yardım etmək mənasında verilib C variantı. Uyğun sözlər əlavə etməklə mürəkkəb feilləri tamamlayın. Zəng etmək, küsüb barışmaq, defislə yazılacaq bu, əks mənalı sözlərdir. Danışıb gülmək, bu da yaxın mənalı sözlərdir, defislə yazılacaq. Dost olmaq, ayrı yazılır. Deyib gülmək, yaxın mənalı sözlərdir, defislə yazılır. Həll etmək, etmək sözü ilə olanlar da ayrı yazılır. Doğru fikirlərin qarşısında D, yanlış fikirlərin qarşısında Y yazılır. Yazı orfoqrafik normalara uyğun yazılmaya da bilər. Əslində bu belə cümlədir ki, bunu doğru kimi də, yanlış kimi də, doğru kimi də götürmək olar. Yəni, insan təbii ki, səhvən normalara uyğun yazmaya bilər. Səhvən olar. Ən azı yazılmalı ki, yazı orfoqrafik normalara uyğun yazılmamalıdır və yaxud yazılmalıdır. Konkret bir fikir olsaydı daha yaxşı olardı burada. Amma yəni bilirik ki, yazı orfoqrafik normalara uyğun yazılmalıdır. Yazılmaya bilər. Artıq bu yanlışdır, amma dediyim kimi tam da cümlə olaraq tam düzgün cümlə deyil. Yazılmaya da bilər, bəli, insan səhvən orfoqrafik normaya uyğun yazmaya bilər. Həcmcə qısa, mənaca dərin ifadələr lakonik ifadələrdir. Doğru. Müəyyən fikri, hissi qabarıq ifadə etmək üçün sinonimlərdən istifadə edilir. Xeyr, buna mübaliğə deyilir.
Sinonimlər hər zaman bir-birini əvəz edə bilir, xeyr, hər zaman əvəz edə bilmir. Çoxmənalı sözlər arasında məna bağlılığı olur, bəli, olur. Ağır sözünün həm həqiqi, həm də məcazi mənada işlədin. Bunu cümlədə və ya söz birləşməsi şəklində yaza bilərsiniz. Ağır yük desək, bu olur həqiqi mənada. Bunu cümlədə işlədə bilərsiniz. Mən sadəcə söz birləşməsi şəklində yazdım. Ağır günlər desək, bu olur məcazi mənada. Məsələn, cümlədə yaza bilər ki, xalqımız müharibə dövründə ağır günlər keçirirdi. At, yağ, sağ sözlərinin hər birini həm omonim kimi cümlədə işlədim. Mən artıq yazdığım cümlələri vaxtımız getməsin deyə at sözünü həm isim kimi, həm feil kimi işlətmək olur. At isim kimi at sürüsü çaydan keçirdi. Feil kimi o topu səbətə atdı. Yağ sözünü də həm isim, həm feil kimi işlətmək olur. Səhər yeməyinə çörəyə yağ çəkdim. Burada isimdir. Dünən axşam güclü qar yağdı. Burada yağdı, hərəkət bildirir, feildir. Sağ sözü, xəstəlikdən sonra o indi tamamilə sağdım. Burada sifətdir. Mən sağa baxdım. Burada istiqamət bildirir, zərfdir. 15-ci suala baxırıq. Dadənin ədat kimi işləndiyi cümləni seçin. Bizim də çıxışımız var. Uşaqlar, gəlin də. Lalə, Fuad, Arif də orada idi. Evdə qonaq çox idi. Burada A variantında bağlayıcıdır. Yəni bizim də həmçinin çıxışımız var mənasındadır. B-də də həmçinin Lalə, Fuad, Arif də həmçinin orada idi. Bağlayıcı bildirir. Evdə qonaq çox idi. Burada meta şəkilçidir də. Uşaqlar gəlin də. Burada təsiri artırmaq üçün deyilibdir. Yəni biz buradan dəni çıxartsaq, sadəcə cümlənin təsiri azalacaq. Uşaqlar gəlin. Keçək 16-ya. Hansı cümlədə sual əvəzliyi işlənib? Onun kimi bacarıqlı idi. Rəfiqəngil hansı şəhərə köçdülər? Nə o gəldi, nə də biz. Sənin salon ulduz kimi parlayırdı mı? Burada hansı var bir dənə? C variantında. C-ni seçək. 17, 18, 19-cu suallar dinləyib anlama mətninə əlaqəlidir. Amma baxırıq ki, suallar Qara Qarayev haqqındadır. Ona görə bu suallarda cavablandıra bilərik. Qara Qarayev kim idi? Mən təxmini cavabları yazdım. Mətninə qulaq asmadığım üçün siz amma mətnə qulaq asacaqsınız. Qeydlərinizi götürüb yazmalısınız. Qara Qarayev kim idi? Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu. Burada qarışıb sözlər bir-birinə. İkinci sualda deyir ki, Qara Qarayevin Moskvada təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmasının səbəbi nə idi? Müəllimi Üzeyir Hacıbəyovun vəfatı və konservatoriyaya rəhbər təyin olunması. Qara Qarayev hansı operasına görə SSR dövlət mükafatına layiq görülüb? Bunu hansı bəstəkarla birlikdə yazmışdı? İldırımlı yollarla baletinə görə Cövdət Hacıyevlə birlikdə. 20-də deyir, klasteri tamamlayın. Həm omonim, həm çox mənalı olan sözlər yazmalı. Biri yazılıb artıq dil. Necə omonim olur, necə çox mənalı olur, onu əvvəlcə deyək. Çox mənalı kimi, məsələn, insanın dili, pianinonun dili. Burada oldu məcazi mənada, deməli, çox mənalı söz oldu. Omonim kimi isimdir, insanın dili. Başqa mənası nədir? Məsələn, Azərbaycan dili, İngilis dili. Bu cür mənada, fərqli mənadadır, omonim kimi olur. Sonra boğaz sözü də həm omonim olur, həm çox mənalı söz olur. Çox mənalı söz kimi həqiqi mənada insanın boğazı, məcazi mənada köynəyin boğazı. Deməli, çox mənalı oldu. Həqiqi omonim kimi insanın boğazı, bir də var coğrafi bir termindir, körfəz, boğaz. Bu zaman omonim olur. Başqa qol sözü də həm omonim olur, həm çox mənalı olur. Qol insanın qolu həqiqi mənada, çayın qolu məcazi mənada oldu, çox mənalı. Omonim kimi biri var insanın qolu, biri var imza mənasında, imza çəkmək, qol çəkmək, bir də var futboldakı qol. Deməli, 3 cür mənası olur, deməli omonim olur. Bəli, 20 sualın sonuna gəldik, çatdıq. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.